O kəslər ki, Allahla əhd bağlayarlar. Nəyin əhdini bağladıq? Biz Allaha imanın əhdini bağladıq. Biz Rəsula imanın əhdini bağladıq. Allah'tan başqa Allah yoxdur və Həzrəti Muhammed Mustafa sallallahu aleyhi və alihi və səlləm onun qulu və rəsuludur dedik. Bundan sonra nə oldu? Əgər sadəcə dildə deyib müsəlman olduqsa, Qur'an-ı Kərimin digər ayəsində buyurulduğu kimi iman nuru bizim qəlbimizə oturmadısa, zülmət gecələrimiz, zülmət yollarımız, zülmət düşüncələrimiz o nurla aydınlanmadısa, o zaman Allahla əhdimizi pozarıq. Allahla əhdimizi pozduğumuz zaman isə Allah'ın birləşdirməsini əmr etdiyi şeyləri qırıb dağıdar, parçalayarıq. Və uca Rəbbimiz də buyurar ki, onlar əsl həqiqi xüsrana, ziyana uğrayanlardır. Və elə şikayət də bəlkə buradan başlayar. Hər kəs Allah'ın o qırılmaz ipinə möhkəm yapışsa, başqa bir ayədə buyurulduğu kimi, bütün müminlər qardaşdır. Birbirinizin arasını islah edin, düzəldin. Başqa bir ayədə el-fitnetu eşeddu minel qatl. Çox eşidirik bu ayəni. Amma nədənsə tüşlərimiz ürpərmir. Nədənsə bu ayə qəlbimizi, ruhumuzu titrətmir. Nədir fitnə salmaq? Bir dilə sahib olmamaq. Və dilə sahib olmadığın zaman uca Rəbbimiz buyurur ki, el-fitnetu eşeddu minel qatl. Fitnə salmaq, qətl eləməkdən, insan öldürməkdən ağır bir günahdır. Çünki o fitnə bir cəmiyyəti pozar. O fitnə ailə bağlarını dağıdar. O fitnə dostluq bağlarını qırar. O fitnə bir cəmiyyəti fəsada sürükləyər. Əgər sən də işləməkdən və dünyadan yorulmusansa, İlahiyyatçı Rüfət Qarayevin İncilər, Elmin Qapısı və Mənəvi Səyahət kitabını elə indi İsra Nəşriyyatdan sifariş et. İstədiyin ünvana çatdırılsın.